Hazret Musa gedir Tur Sina'ya. Musa kimdi? Kelim الله، یعنی کسی که با خدا Allah'ı bir neçə dənə ünvan ilə xitab elədi. Ərz elədi: ya ilahəl aləmin, ay yeri göy xəlq eləyən, ay cəhanı xəlq eləyən Allah. Nida gəldi: ya Musa ləbbeyk. Eşitdim səsi. Ərz elədi: ya ilahəl muhsinin, ay نیکوکارların Allah'ı. Nida geldi: lebbeyk. Eşittim sesi. Arz elədi: ya ilahel muti'in, ay itaat eləyən bəndələrin Allah'ı. Nida geldi: lebbeyk. Eşittim sesi. Arz elədi: ya ilahel asin, ay günahkarların Allah'ı. Nida geldi: lebbeyk, lebbeyk, lebbeyk. 3 seri Allah tarafından nida geldi: lebbeyk. Hazreti Musa teəccüb elədi. Bar pərverdigara, səni xitab elədim ey Xudای cəhaniyan. Bir seri dedin lebbeyk. Göy yeri xəlq eləyən Allah. Bir seri xitab elədi: lebbeyk. Dedim: ay düz bəndələrin Allah'ı, nikukarların Allah'ı. Bir serini daha elədi. Dedim: ay itaat eləyən bəndələrin Allah'ı. Bir seri büyürdün lebbeyk. Vəli vaxtı dedim: ay günahkarların Allah'ı. Bəniyə 3 seri büyürdün lebbeyk, lebbeyk, lebbeyk. Çok zərif. Nida geldi: ya Musa, o itaat eləyənlərin ümidləri o itaatlərinə gəlir. O nikukar adamların da ümidləri o gördükləri işə gəlir. Axı günahkar bəndələrimin məndən sonra kimi var? Mənəm dadrəz. Mənəm atadan, anadan mehriban bəndəm Allah.